Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Biz feildə tövhid mövzusuna başladıq. Mən heç bir giriş etmədən vaxtı nəzərdə alır və vaxtdan daha səmərəli istifadə etmək üçün, bəhrələnmək üçün mən birbaşa olaraq mövzuya daxil oluram və qeyd etdik ki, feildə tövhid anlayışı, bütün işlərin Allaha isnad verilməsi, hətta məxluqların, yaranmışların bütün işlərinin Allaha isnad verilməsi. Lakin belə bir sual meydana gəldi ki, görəsən, əgər bütün işləri biz Allaha isnad veririksə, bu təcrübədə görünən bir həqiqətlə, reallıqla uyğun deyil axı. Biz təcrübədə müşahidə edirik ki, məsələn, od yandırır, bitki torpaqdan qidalanır. Belə demək istərdim ki, hər hansısa bir varlıq digər bir varlığın vasitəsinə ehtiyacı var. Hər hansısa bir varlıq digər varlıqdan qidalanır. Hər hansısa bir yaranış digər bir yaranışa söykənir. Və yaxud söykəndiyində özü bu işləri görür. İnsanın rəftarına, əməllərinə, işlərinə biz diqqət etdikdə görürük ki, insan da öz əməlləri və işlərində özü öz ixtiyarı ilə, özü öz əlləri ilə, özü öz gözü ilə görür, hərəkət edir, rəftar edir, əməl edir və həmçinin heyvanlar biri-birindən qidalanır, qida dalıcan gedir, yemək axtarır və özü bu işləri görür. Biz işləri təcrübədə, müşahidədə, gözümüz önündə, biz cəmiyyətdə hiss edirik ki, bu işləri biz özümüz görürük. Amma feildə tövhid anlayışına qeyd etdik ki, bütün varlıqların işləri də məhz Allaha isnad verilir. Bu məsələ cəbr və ixtiyar məsələsi ilə qarışmasın. Cəbr və ixtiyar məsələsində tamamilə başqa bir mövzu meydana gəlir. Cəbr və ixtiyar məsələsində sual bundan ibarət. Biz indi o haqda danışmaq istəmirəm. Balaca bir işarə edirəm ki, cəbr və ixtiyar məsələsində məcburilik və ixtiyar sahibi olma məsələsini görəsən, insan məcburdur yoxsa ixtiyar sahibidir. Söhbət bundan ibarət ki, bizim işlərimiz bizdəndir yoxsa Allahdandır. Amma burada söhbət ondan gedir. Burada söhbət bundan gedir ki, ilk olaraq razılaşırıq ki, bizim işlərimiz bizdəndir. Amma feildə tövhidə görə qeyd etdik ki, bütün işlər Allaha da isnad verilir. Görəsən, bu iki təsirin bir işdə olması nə cür mənalanmalıdır? Allahın təsiri ilə insanın işlərində olan təsiri, bu iki təsir bir-birini kamilləşdirir, bir-birini təkmil edir, yoxsa yox, bir-birini təkmil etmir. Əsas səbəb, məsələn, Allahın özüdür. Və insan məhz Allahın nəzarəti altında bu işləri görür ki, bu fonda biz qeyd etdik ki, iki səbəbin hər hansısa bir iş üzərində təsiri iki mənada ola bilər. Bir dəfə bir-birinin kənarında, bir-birinin qüdrətini və gücünü təkmil etmə mənasında və bir dəfə də nəzarət və hakimiyyət mənasında. Ona görə birinci mənanı biz bir-birinin kənarında olan təsir kimi mənalandırdıq. İkinci mənanı iyerarxik bir təsir adlandırdıq. Birinci mənada qeyd etdik ki, ola bilər hər hansısa bir, məsələn, əşyanın bir yerdən digər bir yerə daşınması üçün insanlar bir-birinin köməyi ilə bu işi görürlər. Bu bir-birinin köməyi bundan ibarət deyil ki, biri əmr edir, nəzarət edir, digərləri işi görür. Xeyr, hamı bir yerdə bir-birinin gücünü təkmilləşdirir. Buna bir-birinin kənarında olan təsir deyilir. Lakin İnsanla Allahın təsiri, hər hansısa bir işdə Allahın təsiri ilə insanın təsiri bu timsalda deyil, bu misala bənzəmir. Belə deyil ki, Allah Teala insan Allahın gücünü təkmilləşdirir. Əgər insanın gücü olmasaydı, Allah Teala bu işi məsələn görə bilməz. Bu belə deyil. Bəlkə bu təsir iyerarxik təsirdir. Iyerarxik təsir demək olar ki, bir-birinin ardında, yuxarıdan gələn bir təsirdir. Bir-birinin kənarında deyil. Məhz Allah Teala bu mənadadır ki, vasitəli təsir və vasitəsiz təsirdən söhbət gedir. Allah Teala bu dünyada insan vasitəsilə hər hansısa bir işləri görür.
Lakin indi bu vasitə haqqında bir söhbət edəcək ki, görəsən bu vasitəyə Allahın ehtiyacı var, yoxsa yox ki, qeyd edəcək ki, bu vasitələrə Allahın ehtiyacı yoxdur. Lakin hələlik, yəni ilk baxışda bu mənanı nəzərdə almalıyıq ki, biz ki, insan ki, işlərində təsirlidir və digər tərəfdən feildə tövhidin mənasına görə qeyd olundu ki, bütün işlər Allaha isnad verilir, bu heç də bir-birinə zidd deyil. Nəyə görə? Bunların təsiri bir-birinə köməkçi deyil, bəlkə bir-birinin dəxalətindədir. Yəni, Allah, insanın işi Allahın məhz dəxaləti ilə mümkün olur. İndi bu absurd, ola bilsin, abstrakt bir anlayış, yəni bir çətin bir anlayış da olsa, bu səbəbə görədir ki, mən 3 misal burada qeyd eləmişik ki, 3 misalla haradasa məsələni izah etmək mümkün olur. Bu da birinci misal, biz keçən söhbətimizdə qeyd etdik ki, birinci misal buna bənzəyir ki, elə bil ki, hər hansısa bir yazar bir kağız üzərində yazı yazırsa, qələmlə yazı yazırsa, bir dəfə deyilir ki, bu qələm o yazını yazdı. Bir dəfə deyilir ki, əlimiz o yazını yazdı. Bir dəfə deyilir ki, mən bu yazını yazdım. Yəni, bu ardıcıllığa biz nəzarət etsək, bu ardıcıllıq neçə insanın hər hansısa bir şeyi bir yerdən digər yerə daşınmasına bənzəmir. Orada qüdrətlər bölünür insanlar arasında. Amma mən hər hansısa bir yazını kağız üzərində yazıramsa, qüdrətim bölünmür. Mən öz mütləq qüdrətimlə bu yazını yazıram. Lakin isnad verdikdə bir dəfə deyirəm qələm yazır, bir dəfə deyirəm əlim yazır, bir dəfə deyirəm mən yazıram. Amma lakin əsas yazar mən özüməm. Hansı vasitələrdən istifadə etmişəm? Qələm və kağız vasitəsindən istifadə etmişəm. Bu, o iyerarxik, yəni bu təsirlər bir-birinin iyerarxındadır, bir-birinin ardındadır, bir-birinə köməkçi deyil. Yəni, belə deyil ki, qüdrətlər bölünüb. Mənim qüdrətim yəni əgər kağız, məsələn, qələm olmasaydı, yenə deyirəm, bu misallar sadəcə məsələni aydınlaşdırmaq üçündür. Yəni, belə deyil ki, mənim kənarımda, mən əgər hər hansısa bir digər bir insan olmasaydı, bu yazını yaza bilməzdim. Bir var, iki insanın bu yazı üzərində təsiri, bir də var ki, vahid bir insanın yazı üzərində təsiri, lakin qələm və kağız vasitəsilə. Bu, birinci misal idi ki, biz qeyd elədik. İkinci misalı mən daha biraz məsələni yaxınlaşdırdım. Bu misalların digər bir tərəfdən də eybləri var, amma biz bunu inkar etmirik. Lakin məsələni yaxınlaşdırmaq üçün, məsələni bəyan etmək, izahı üçün məqsədə uyğundur. İkinci misal nədən ibarətdir? Biz ümumiyyətlə, bu daha da ola bilsin maraqlı. Mən hər hansısa bir insan öz fikrində hər hansısa bir varlığı təsəvvür edir, yəni ixtiyar sahibi bir varlığı təsəvvür edə bilər. Amma lakin biz təsəvvürümüzü geri aldıqda o, necə deyərlər, təsəvvürdə canlanan o varlıq da aradan gedir. Lakin biz, misalı burada da əgər diqqət etsəniz, necə ki qeyd olunub, məsələ bundan ibarətdir ki, ümumiyyətlə, biz bəzən insan öz təsəvvüründə bir şəxsi canlandırır ki, o şəxs öz ixtiyarı ilə müxtəlif hərəkətlər edir, hər hansısa bir yerdən digər bir yerə gedir, hər hansısa bir işi görür, öz ixtiyarı ilə, yəni belə deyil ki, mən onu istiqamətləndirim, yox, təsəvvürümdə belə bir şeyi mən təsəvvür edə bilərəm. Lakin o təsəvvürümdə canlanan, o canlı bir varlıq mənim təsəvvürümə bağlıdır. Yəni, mən əgər təsəvvürümü geri alsam, təsəvvürümü pozsam, o varlıq da aradan gedəcək. Lakin bu demək deyil ki, o təsəvvürüm olduğu zamanda, o təsəvvürdə yaranan canlının hərəkəti ixtiyarsız idi. Xeyr, mən onu ixtiyarlı olaraq təsəvvür etmişdim və o öz ixtiyarı ilə hərəkət edirdi. Lakin mənim təsəvvürümə bağlı, bu təbii, yəni biz bütün fikirləşdiyimiz hər hansı bir şeylə biz bunu nəzərdə ala bilərik. Allah və yaranışı arasında da belə bir əlaqə, yenə deyirəm, bunlar sadəcə oxşatmalardır, bunlar bənzətmələrdir ki, məsələn, bir balaca insan fikri ilə uyğunlaşdırır. Allahla da Allah Teala belə deyə bilərik, əgər biz oxşatmaqsa, Allah Teala yaratdıqlarını ixtiyarlı olaraq yaradıb. Allah Teala yaratdıqlarını öz işlərində təsir qüvvəsinə malik bir varlıq kimi yaradıb. Lakin Allahın dəxalətini də nəzərdən qaçırmaq olmaz. İstədikdə nəzarətini çəksə,
Əgər nazi konət əsən furulizənd qalibha ki, burada böyük şəxsiyyətlər və böyük irfan əhlində, irfan təfəkkürlü insanlar ki, bu məsələni, bu misal, bu şeiri, bu qalibə ki, gətiriblər. Həqiqətə bu məsələni canlandırır. Allahın feildə tövhidini canlandırmaq istəyirlər ki, əgər birdən nəzərini çəksə, bütün şeylər dağılar. Lakin nəzəri olduqda olan işlər də öz ixtiyarı və öz təsirləri ilə əmələ gəlir, baş verir. Bu da ikinci misal ki, hardasa məsələn bir balaca yenə məqsədə yaxınlaşdırır. Üçüncü misalı daha da ola bilsin, məsələ məqsədə uyğun olsun, daha da məsələni uyğunlaşdırsın. Üçüncü misal hardasa bədən və ruh arasında olan əlaqədən irəli gəlir. Bu daha çox maraqlı. Yəni biz hər hansı bir iş görürüksə, bəzən deyirik ki, mən etdim. Amma bu mən etdim, mən nədən ibarətdir? Yəni mən cism olaraq bu işi gördüm, yoxsa ruh olaraq bu işi gördüm. Bilirsiniz ki, insan iki cəhətdən, iki hissədən ruhu və cismi var. Mən ki, bu işi görürəm, mənim ruhum bu işi görür, yoxsa cismim bu işi görür? Biz deyik, cavabında deyirik, hər ikisi, həm ruhum bu işi görür, həm cismin bu işi görür. Lakin bu hər ikisinin bu işi görməsi, yəni qüdrətləri paylaşıblar, bir qüdrətin bir hissəsi ruha aiddir, bir hissəsi cismə, yoxsa yox, tamamilə bu işi ruh görür, lakin cism vasitəsilə. Yəqin ki, ikinci mənadır. Biz ki, qeyd edəndə ki, mən bu işi hər hansısa bir işi görürəm, danışıram, yazıram, söhbət edirəm. Yəni ruhum, əgər ruh olmadıqda biz görürük dünyadan getdikdən sonra ruh ki, insan bədənindən xaric olur, bədənin heç bir gücə malikiyyəti yoxdur, bədən heç bir gücə malik deyil. Bu işi ruh olaraq tamam qüdrəti ilə, bütün qüdrəti ilə ruh bu işi görür. Lakin cisim vasitəsilə, yəni iyerarxik bir formada, bir-birinin kənarında deyil, bəlkə bir-birinin ardındadır, bir-birinə nəzarətdir. Ruhun nəzarəti altında bədən bu işi görür. Hardasa bu da bir misaldır ki, məsələni məqsədə daha da yaxınlaşdırır. Ona görə biz nəticə alırıq ki, hər hansısa bir işdə Allahın təsiri ilə insanın təsirinin heç bir ziddiyyəti yoxdur, təzad daşımır. Yəni bu məsələ arasında heç bir təzad mövcud deyil. Yəni əgər mən hər hansısa bir işi görürsəmsə, bu demək deyil ki, deməli Allah etmir. Ya Allah edirsə, bu demək deyil ki, mən etmirəm. Xeyr, bir işdə iki və ya ikidən artıq səbəbin təsiri ola bilər. Lakin bu təsirlər bir dəfə qüdrətin paylaşması ilədir, bir dəfə bir-birinin iyerarxiyasındadır. Allahla yaratdıqları arasında olan münasibət iyerarxik münasibətdir. Bir-birinin kənarında olan münasibət deyil. Mən burada daha çox istəməzdim, yəni məsələni genişləndirim. Bu sadəcə bir hissəsi bəyana, izaha aiddir, bir hissəsi təfəkkürə aiddir. Yəni müxatəblər, qulaq asanlar, bu məsələ ilə məşğul olanlar təfəkkürə aiddir və ən əsas bir hissəsi də əmələ aiddir. Bəzən yəni biz görürük feildə tövhid, yəni Allahın əməli, Allahın rəftarı, çünki əməl və rəftara aid olduğuna görə bu tövhid tamamilə bu tövhidin anlaması da birbaşa olaraq əmələ aiddir. İnsan əməli, insan nə qədər əməl bu sahədə əməl etdikdə, insan nə qədər ruhunu yüksəldir, ruhun yüksəlişidir ki, bəzi məsələlərin anlaması ruhun yüksəlişi səbəbindədir. Ruhun yüksəlişidir ki, bu məsələni hardasa anlaya bilər bir qismini. Bir qismini izah, dərs, söhbətlə anlamaq olar, təfəkkürlə anlamaq olar. Amma tamam bütün bir hissəni, əsaslı bir hissəsini kamil formada insan məhz əməl vasitəsilə anlaya bilər. Bu da sadəcə bir məsələ idi ki, mən qeyd etdim ki, hardasa ola bilsin, yəni indi qeyd edəcək ki, təfəkkürlərin yaranması bu məsələnin dəqiq düşünməmə nəticəsində düşünməməzlikdən meydana gəlib. Lakin Quranda da biz mövcud ayələr var ki, hər hansısa bir işi hər iki tərəfə isnad verir. Həm insana isnad verir, həm Allaha isnad verir. Yəni Allah təzadlı söhbət edir. Xeyr, təzadlı söhbət etmir. Lakin qeyd etmək istəyir ki, bu bir işin iki səbəbə necə deyərlər, isnad verilməsi heç də təzadlı deyil, ziddiyyətli deyil. Məsələn, Maidə surəsində Allah Teala buyurur ki, burada da siz müşahidə edirsiniz, görürsünüz. Allah Teala buyurur ki, "Qad ca'akum minallahi nurun və kitabun mubin yəhdi bihillah mən ittəbə rizvanahu subuləs-salam." Allah tərəfindən sizə kitab nazil oldu ki, yəhdi bihillah mən kim istəsə onunla hidayət ola bilər. Diqqət etsəniz, yəni Allah tərəfindən bu kitab nazil oldu və hidayətçi də məhz bu kitabdır. Lakin kim istəsə
ona onun vasitəsilə hidayət ola bilər. Kim istəsə anlayışına diqqət etməlisiniz ki, məsələni hər bir kəsin ixtiyarına buraxır. Hər bir kəsin öz əməlinə buraxır. Kim istəyirsə onun vasitəsilə hidayət ola bilər. Lakin o nədir? O Allah tərəfindən gəlir. Belə deyil ki, biz tamamilə özümüz təyin etmişik. Yəni həm Allahın təsiri burada özünü göstərir, həm insanın təsiri. Bu iki təsir. Həmçinin bu ayədən daha müşahidəsi mümkün olan, daha aşkar şəkildə göstərilən məna canın insandan alınmasıdır. Allah Teala bəzi ayələrdə buyurur ki, mənəm insanlardan canı alan. Bəzi ayələrdə buyurur ki, mələklərdir insanlardan canı alan. Yaxşı, bu görəsən təzadlı bir anlayışdır. Yəni Allah Teala mələklər insandan əgər can alırsa, deməli Allah almır. Axı Allah Teala digər ayədə buyurur, mən alıram. Məsələn, Zümər surəsinin 42-ci ayəsində Allah Teala buyurur ki, Allahu yetevəffəl ənfus hinə məvtiha. Allah Teala ölüm zamanı canları alır. Həmçinin digər bir ayədə Allah Teala buyurur ki, Ən'am surəsində hətta izə cəə əhədukumul məvt təvəffədhu rusuluna və hum la yufratun. Ölüm zamanı gəldikdə ölüm mələki, can alan mələkdir ki, insandan canı alır. Yaxşı, həm mələk insandan canı, həm Allahdan. Bəs bir işi hər iki tərəf, həm Allah görür, həm mələk bu işi görür. Görürsən, təzadlı deyil. Bəlkə bir-birinin iyerarxındadır. Qüdrəti bölüşüblər, qüdrəti bölüşməyiblər. Belə deyil ki, bir hissəsi Allaha aid, bir hissə xeyr. Tamamilə Allah Teala Zümər surəsində buyur, mənəm canı alan. Amma mələk də canı bir-birinin iyerarxında, bir-birinin yəni Allahın o mələkə olan nəzarəti sayəsində. Bu da bir ayədir ki, o məsələni tamamilə bizə aydınlaşdırır. Bəli, biz ona görə indi belə bir məsələ meydana gəlir ki, yaxşı, onda əgər qeyd etdik ki, feildə tövhid, yəni bütün işlər Allaha isnad verilirsə, lakin digər tərəfdən varlıqların da öz işləri üzərində təsiri vardırsa və bu təsirlə iyerarxik formada anlaşılırsa, onda yəni Allah Teala belə anlaşılır. Yəni Allah Teala hər hansısa bir varlıqda, dünyada işi köməklə ilə yerinə yetirir və bu zəruridir. Biz cavab müsbətdir. Biz deyirik ki, bəli, Allah Teala vasitələrlə işi yerinə yetirir, vasitəsiz yerinə yetirmir. Amma sual bundan ibarətdir. Görəsən Allahın bu vasitələrə ehtiyacı var yoxsa yox? Bu da feildə tövhidin bir hissəsidir. Yəni bunlar hamısı feildə, yəni biz feildə tövhidin təsnifatına çatmamışdan öncə biz bunları qeyd etməliyik ki, sonradan yaranan sualları cavablandıra bilək. Görəsən Allah Teala'nın bu vasitələrə ehtiyacı var yoxsa yox. Yəni suyun bitməsində təsiri, insanın canlanmasında təsiri, heyvanların bir-birinə ehtiyacı, insanın digər bir insana ehtiyacı, yəni bunlar görəsən, yaxud insanın öz feilində olan təsiri, görəsən, bunlar mütləq birbaşa Allah bunları edə bilməzdimi? Yəni, yoxsa məhz bu vasitələrə doğrudan da ehtiyac duyulur. Burada bir məsələni biz nəzərə almalıyıq. Yəni, iki dünya ümumiyyətlə mövcuddur. Bir fövqəltəbii aləm mövcuddur, mücərrəd aləm deyilir. Mücərrəd aləm termi haradasa kəlamçıların termində fəlsəfi filosoflar, İslam filosofları mücərrəd aləm deyil. Yəni fövqəltəbii aləm, qeyri-maddi aləm, bir də maddi aləm mövcuddur. Qeyri-maddi aləmdə məsələ çox haradasa demək olar ki, primitiv. Yəni qeyri-maddi aləmdə maddiyə ehtiyac yoxdur. Ona görə biz orada görürük ki, Allah Teala qeyri-maddi dünyada, fövqəltəbii aləmdə işləri heç bir vasitəsiz yerinə yetirir. Yəni, belə qeyri-maddi aləmdə, belə deyək, qeyri-maddi aləmin xasiyyəti bundan ibarətdir ki, fövqəltəbii aləmin xasiyyəti bundan ibarətdir ki, kamillikləri bütünlüklə bir yerdə sahibdir. Məsələn, mələk. Məsələn, mələklər belə deyil ki, zaman axarında, zaman keçdikdə, vaxt keçdikdə kamilləşir. Əvvəlcədən kamilliklər qutardı. Onların kamillik mövzusu bağlanıb. Ona görə biz Quran və ayələrdən də biz bunu nəticə əlbəttə alırıq. Məsələn, Quranda Saffat surəsində, bir yerdə Saffat surəsinin 164-cü ayəsində Allah Teala buyurur ki, və ma minna illa lehu məqamun məlum. Mələklərin dilindən, mələklər deyir ki, bizim
hər birimiz xüsusi bir məqama sahibik. Hardasa bu anlayış bəzi təfsir alimləri qeyd edirlər ki, bundan ibarətdir. Yəni mələklər kamillikləri bir yerdə sahib, kamilliklərə bir yerdə sahibdirlər. Və ma minna illa lehum məqamun ma'lum. Bizim hər birimizin bir yeri var. Müşəxəs müəyyən bir yeri var. Hər birimizin bir məqamı var. Bir səviyyəsi var. Qutardı getdi. Nə ondan yuxarı qalxa bilərik, nə ondan aşağı enə bilərik. Bu yəni fövqəltəbii aləmdə belədir. Heç bir hərəkət yoxdur. Və yaxud Əli əleyhissalam da birinci xütbədə Tövhidiyyə xütbəsində, Tövhid xütbəsində, Nəhcül Bəlağanın birinci xütbəsində çox gözəl bir cümlə buyurur. Mələklər haqqında buyurur ki, onlardan bir qismi həmişə səcdə halındadırlar. Bir qismi həmişə rükû halındadırlar ki, buyurur fəmələ'hunnə Allah Taala dünyanı yaratdıqda fövqəltəbii dünyanı yaratdı. Fövqəltəbii dünyadan sonra təbiət dünyasına, amma fövqəltəbii dünyanı necə yarat? Fəmələ'hunnə atvarən minəl mələikə minhum sucudun la yerkəun və rükûun la yentəsibun. Onlardan bir qismi səcdədədirlər, rükû etməzlər, rükûda deyirlər, rükûdadırlarsa səcdədə deyirlər. Görürük, əgər bu mənaya biz diqqət etsək, bu məna bundan ibarətdir ki, yəni ümumiyyətlə mücərrəd aləmdə, fövqəltəbii aləmdə, qeyri-maddi dünyada Allah Taala vasitəsiz olaraq əməl edir. Vasitəsiz olaraq rəftar edir, vasitəsiz olaraq işini görür və orada hərəkət yoxdur ki, bir hərəkət digər bir hərəkətin ardında gəlsin və yaxud da ki, biri digərinə möhtac olsun, biri digərinin vasitəsilə, xeyr, orada tamamilə hər bir şey əvvəlcədən yekunlaşıb, qurtarıb, tamamlanıb, bağlanıb proqramı. Bu fövqəltəbii aləm. Amma təbiət aləmi belə deyil. Təbiət aləminin xassəsi, ümumiyyətlə, təbiət aləminin xüsusiyyəti bundan ibarətdir. Təbiət aləmi məhz burada da qeyd olunduğu kimi bu aləmin, mən elə buradan oxuyuram ki, bu aləmin xassələrindən biri budur ki, maddi bir şey ona zəmin və şərait olmadan mövcud ola bilməz. Bu maddi dünyanın xassəsidir. Yəni hər an maddi bir şey olmasa, maddiyyat olmasa, maddi bir zəmin və şərait olmadan hər hansısa bir məsələ meydana gələ bilməz. Ona görə qeyd olunur ki, fəlsəfi alimlərin düşüncəsinə görə təfəkkür əhli belə qeyd edirlər ki, Allahın təsiri maddi dünyada tamdır. Belə deyil ki, Allah Taala'nın vasitələrə ehtiyacı var. Xeyr, Allahın təsiri tamdır. Amma qəbul edənin qabiliyyəti xüsusi şəraitə bağlıdır. Bu əsas məsələni biz nəzərdə almalıyıq. Belə deyil ki, Allah Taala vasitəyə möhtacdır. Xeyr, Allah Taala vasitəyə möhtac deyil. Lakin maddi dünya elə bir xassəyə malikdir ki, məhz maddi bir zəmin və şərait olmadan yarana bilmir. Misal vuraq. Misal bundan ibarətdir ki, məsələn, biz hər hansısa bir mahir bir usta, gözəl bir usta, kamil bir ustaya biz məsələn dülgər və yaxud hər hansısa bir fən sahibi, biz deyək ki, məsələn, bütün hər bir növdə istəsək bizim üçün ya mühəndis, bizim üçün ev qura bilər, bina edə bilər və yaxud hər hansısa bir, məsələn, taxtadan müxtəlif növlərdə qapı pəncərə düzəldə bilər, hər hansısa bir gözəl bir dülgər, gözəl bir usta bu vəsaitdən istifadə edib kamil bir şəkildə hər hansısa bir əşyanı bizim üçün düzəldə bilər. Lakin görəsən, mən əgər o ustaya suyu verib desəm ki, mənim üçün ən yaxşı, məsələn, qapı düzəlt, görəsən, o bunu edə bilər, yox, edə bilməz. Lakin bunun mənası budur ki, onun gücü yoxdur, qüdrəti çatmır, zəifdir, kamildir ona görə. Yoxsa bu su qapı olma şəraitində deyil. Yəqin ki, cavab ikincidir. Yəni, suyun qapı olma şəraiti yoxdur. Çünki su elə bir xassəyə malikdir ki, qapı ola bilməz. Çünki taxta deyil. Məhz taxta ünsürlərindən istifadə edib o şəxs bunu edə bilər. Bəs onun kamilliyi, onun ustalığı, onun kamil usta olması öz yerindədir. Gücündə şübhə yoxdur, qüdrətində şübhə yoxdur. Lakin qarşılıqlı olan təbiətin qabiliyyəti yoxdur ki, gücə sahib deyil ki, məsələn, suyun o gücə sahib deyil ki, məsələn, qapı olsun. Ona görə
Həmçinin digər bir sahələrdə bu digər bir misallar da vurmaq olar. Demək istəyirəm ki, bu məsələdə maddi aləmdə bunu nəzərdə almaq. Maddi aləmin xassəsi bundan ibarətdir ki, hər hansısa bir maddi bir zəmin və şərait olmadan maddi bir əşya meydana gələ bilməz. Lakin bu o deməkdir ki, Allahın bu maddəyə ehtiyacı var. Xeyr, bu maddəyə ehtiyacı yoxdur. Bu maddi dünyanın qabiliyyəti yoxdur ki, maddə olmadan və yaxud da ki, necə deyərlər, maddi bir şərait və zəmin olmadan meydana gələ bilsin. Bu da bu məsələ təbiət aləmində mövcud olan bir məsələ idi ki, yəni təbiət aləminin xassələrindəndir ki, bizə bunu anladır ki, ümumiyyətlə Allah Taala hər bir sahədə vasitəsiz olaraq işi görə bilər. Lakin qarşılıqlı tərəfin bu, yəni qarşılıqlı obyektin hər an istənilən bir vəsaitə, istənilən bir şeyə dönməsi mümkündür, yoxsa yox, onu nəzərdə almaq lazımdır. Yoxsa o işi görən şəxsin qabiliyyəti və kamilliyi öz yerindədir. Mən burada sözümü tamamlayıram və gələn söhbətlərə inşallah bu mövzuda olan müxtəlif fikirlər, qarşılıqlı təfəkkürlər, ixtilaflı məsələlər və cavablar haqqında inşallah gələn söhbətimdə davam edəcəyəm. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.